Salam, belə bir suala baxaq. Doymuş alifatik birli amin və sikloalkanlar verib, onların molekulundakı sigma rabitələrin ümumi sayı və nisbi molekul kütləsi verilib. Doymuş alifatik birli aminin nisbi molekul kütləsini müəyyən etməliyik. Demək, ilk olaraq bizə tapmağa burada sikloalkanın nisbi molekul kütləsi verib ki, biz ona əsasən sigma rabitələrin ümumi sayını müəyyən edəcəyik. Sikloalkanların ümumi formulları CnH2n-dir. Mr nəyə bərabərdir? Yəni nisbi molekul kütləsi bərabərdir 14n və 14n də qeyd olunub ki, 56-ya bərabərdir. 14n bərabərdir 56, n bərabərdir 4. Biz sikloalkanın formulunu tapdıq ki, C4H8-dir. Molekulda sigma rabitələrin sayı, yəni A nəyə bərabər olacaq? Siklik birləşmələrdə ümumi atom sayı ümumi sigma rabitənin sayını verir. Yəni 4 + 8, 12 dənə sigma rabitəsi var. Sonra keçirik doymuş alifatik birli aminə. Doymuş alifatik birli aminlərin formulu CnH2n+1 NH2-dir. Burada da yenə sigma rabitələrin ümumi sayı A-dır. A-nın da qiymətini biz 12 tapmışıq. Açıq quruluşlu birləşmələrdə isə ümumi atom sayından bir vahid əksik bizə sigma rabitələrin ümumi sayını verir. Ümumi atomumuz 3n+4-dür. Ondan da bir vahid əksik 3n+3-dir. Buradan da tapırıq ki, n bərabərdir 3. Demək, bizim aminimizin formulu C3H7NH2-dir. Onun emerini müəyyən etməliyik. Karbonun kütləsi 12, hidrogenin kütləsi 1, azot 14, yəni hidrogen 1. Hər birinin kütləsini indeksinə vururuq. Karbonun kütləsi 12-dir, vururuq indeksinə 3-ə. Üstəgəl hidrogenin kütləsi 1, vururuq indeksinə 7. Azotun kütləsi 14, vururuq indeksinə 1. Üstəgəl hidrogenin kütləsi 1, vururuq indeksinə 2-yə. Buradan da tapırıq ki, bərabər olacaq 59.